təşkil edildiyi və müstəqillik uğrunda fədakarlıq göstərmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin. Və Xançınar Futbol Klubunun bu təşəbbüsü çox təqdirə layiq bir haldır. Və mən hesab edirəm ki, fədakarlığı ilə, öz canları ilə Azərbaycanımızı ərazi bütövlüyünü təmin edən, bir qürur ölkəsi bizə bəxş edən, miras qoyan şəhidlərimizin əziz xatirəsi həmişə yad edilməlidir. Bu yaxşı bir təşəbbüsdür və eyni zamanda həm gənclərimiz üçün çox vacibdir, gələcək nəsillər üçün çox vacibdir. Eyni zamanda milli mənəvi dəyərlərimizin qorunması baxımından, şəhidlərimizin tanıtması baxımından və gələcək nəsillərə bir nümunə kimi təqdim olunması baxımından belə bir turnirlərin keçirilməsi çox əhəmiyyətlidir. Təkcə futbolla bağlı yox, bütün sahələrdə, elm olsun, təhsil olsun, digər sahələrdə belə turnirlər təşkil olunmalıdır. Çünki şəhidlərimiz bizim tariximizin qürurlu yaradıcılarıdır. Və hesab edirəm ki, ölkəmiz, xalqımız, nə qədər ki var, şəhidlərimiz daim qəlblərimizdə yaşayacaq və onların xatirəsi həmişə əziz qalacaq. Və bu gün də, bu tədbirdə qazilərimiz var, şəhid ailələrimiz var, şəhid valideynlərimiz var və onları da salamlayırıq, onların dərlərini öpürük və inanıram ki, Azərbaycan xalqı bəs o şəhidlərimizin xatirəsini həmişə əziz tutacaqdır. Əziz dostlar, komandalarımız bizə çox gözəl oyun bəxş elədilər və mən hər iki komandanı təbrik edirəm və inanıram ki, bu komandalar, bu gənclərin hələ ən gözəl oyunları qarşıdadır və artıq Xançınar Futbol Klubu bu turnirin qalibi olubdur. Mən komanda rəhbərliyini, futbolçuları bir daha bu turnirin qalibi olması münasibətilə səmimiyyətlə təbrik edir və uğurlar arzulayıram və ilk sözü də komandanın rəhbərlərindən biri olan Yusuf Əlbəsə verirəm. Buyurun. Hər bir kəsi salamlayıram, şəhid valideynləri, şəhid analarım, sizin qarşınızda baş əyirəm. Həqiqətən bugün sizin övladlarınız şəhid olmaqla bizə belə bir vətən miras qoyur. Qazilərimizi də salamlayıram. Biz qazilər, mən özüm də qarşıyım, mən də qaziyəm. Biz qazilər, şəhidlər, şahidlərik. Və ona görə hər birimiz bu vətən üçün, dövlətimiz üçün çalışmalıyıq, onu daha da möhkəmləndirməliyik. Bugün iki komanda, Cəbrayılın iki komandası, Xançınar, Aras, ikisi də Cəbrayılın komandası finalda oyun göstərdilər. Bütün oyuncularımızı təbrik edirəm, hər birinizə uğurlar. İnanıram ki, gələcəkdə Liga 2, Liga 1 və Respublika çempionatlarında hər birinizin səsi gələcək. Buradan söz vermək istəyirəm. Şəhidimiz Rahmet Hacıyev, mənim döyüşçü yoldaşım, xidmət vaxtı bir yatağı bölüşdürdük, uzanırdı, postlarda bir olmuşuq. Və onun atası Nərman kişiyə söz verirəm və xeyir duası versin bizi. Buyurun Nərman kişi. Hər birinizi salamlayıram. Allah sizi qorusun. Şəhidlər haqqında, qazilər haqqında danışmayacağım. Çünki danışdılar. Hamımız bildik ki, bir yerə gəlib çıxmamızda əlbəttə şəhidlərimizin, qazilərimizin böyük olur. Allah bütün şəhidlərimizin məkanlarını cənnət eləsin. Sizlərə də Allah uğur versin. Qalib gələn hər zaman çalışacaq ki, qalib gəlsin. Mən də sizə arzulayıram ki, hər zaman çalışarsınız ki, Cəbrayılımızın adınızda tutasınız, qalib gələsiniz. Sizə bu işlərinizdə uğurlar arzulayıram. Sağ olun. Kanalımızdan çıxış edelim. Buyurun.
hamını salamlayıram, xoş gəlmisiniz deyirəm. Bu cürlə tədbirlərin keçirilməsinə görə hər birinizə təşəkkür edirəm. Sizlər oradan düşməyin. İnşallah ki, hələ qabaqdadır. Uğurlarınız bol olsun. Allah sizdən razı olsun. Şəhidlərimizin məqamı uca olsun. Qazilərimizə də Allah şifa versin. Çox sağ olun. Cəlal kişi, bir öz ürək sözlərinizi deyərdiniz, şəhid atası. Çok sağ olun söz verdiğinize göre. Ben de her bir kez salamlayıram şehit ailelerine, şehit analarına. Bu şehitler hakkında çok söz söhbətlər getdi. Yaxşı şehitler, qazilərimiz, veteranlarımız Azərbaycanımızı dünyaya tanıtdı. Ve Azərbaycanımızı dünyaya tanıtmaqla bizim Azərbaycanlılar da bize kıymet verdiler ve biz özümüze kıymet verdik. Çok sağ olun müşkülleri. Ben size devam ettireceğim öz ailemiz adına. Kamçılar kolektивine o cümleden müəyyən bu tip tədbirlər keçirən kişilər var, Samsun hizmətlərinin. Və futbolçulara uğurlar arzu edirəm. Burada uzaq olma. Hamınız qalibsiniz. Sizlərə də uğurlar olsun. Gələcəkdə arzu edirəm ki, səsiniz respublika səviyyəli yox, Avropa və dünya səviyyəsindən gəlsin. Çünki cavansınız, mən futbolun nə olduğunu bilirəm. Futbolun içində böyümüşəm. Bizim şəhidimiz də futbolcu olur. Azərbaycan çempion olur. Və şəhidimizin övladı, qız övladı. O da futbolcu olur. İşte Azərbaycan çempionu, heç çıxamandasın. Bəlkə də və bugün də İdman Akademiyasının ikinci kursunda oxuyuruz. Yəni demək istəyirəm ki, hələ cavansınız. İnşallah səsiniz yaxşı yerlərə gələcək. Azərbaycan Milli Yığma Komandasının heyətini sizin səsiniz gələcək. Yenə də hamınıza uğurlar olsun. Uğurlar arzu edirəm. Sizə də çox sağ olun. Allah kömək olsun. Çox sağ olun Müşfiq müəllim. Bugün sözün əsl mənasında həqiqətən elə bir günə təsadüf edir ki, əziz gənclər, dünən bizim ordumuzun yaranmasının 108 illiyidir. Gec də olsa, mən sizi bu münasibətlə təbrik edirəm. Və bu oyunu da bu ərsəyə gətirməkdə kimin əməyi olursa, siz oyuncularla bir yerdə onlara təşəkkür edirəm ki, ordumuzun yaranmasının 108-ci il dönümünə şəhidlərimizə həsr edildiniz. Bu oyun çox gözəldə keçdi. Təbii ki, komandanın biri udar, biri uduzar. Ancaq elə eləyək ki, gələcək o böyük oyunlarımızda uduzmayaq. Sizin hər birinizə fiziki güc arzuluyla, öz üzərinizdə çalışmaq arzuluyla, hər bir oyundan sonra yoldaşlıqda bir-birinizə bir sual verin ki, o sualın da cavabı belə olsun ki, səhvimi qəbul edəyəsən. Belə oynamalıydım, belə oynadım. Bir-birinizdən diskusiyalar aparıb, nəticə çıxardasınız orada. Sizlərə uğurlar arzuluyuram. Gün o gün olsun ki, Cəbrayılın mərkəzində böyük bir stadionumuz olsun. Biz sizi orada alqışlayaq, oyunlara qatılasınız. Təşəkkür ederim sizə. Şəhid ailəsi Fatıma xanım, öz ürək sözlərini desin. Buyurun. Öncəliklə hər kəs salamlayıram. Bu işdə əməyi keçən, ta böyükdən kiçiyə qədər hər kəsə təşəkkür edirəm. Uşaqlara uğurlar arzulayıram. Mən 92-dən 94-ə qədər məğrur döyüşçü Siyafət Zöhrəboğlu'nun qızıyam. O şəhid ki, Çingiz Mustafayev tərəfindən çəkilişlərdə kadrları olan, yaralandığı kadrları olan o şəxsin qızıyam. Və mən fəxr edirəm ki, bugün o şəxsi burada təmsil edirəm. Sizlərə də təşəkkür edirəm ki, bizləri də unutmadınız. Hər kəsə ayrı-ayrılıqda təşəkkürüm var. Və rəhmətli atamın bir sözü var idi ki, qazilər şahid şəhidlərdir. Onlar şəhid sayılırlar. Çünki çox şeylər görüblər. Bugün onların ruhu qan ağlayır. Biri var insanın gözündən yaş gələ, biri var ruhu qan ağlayır. O qazilərin bugünkü gündə qarşısında baş əyirəm. Çünki mənim atam birinci qazi olub, sonra təkrar döyüşdə dünyasını dəyişib. Və sonrasında isə şəhid analar, sizlərin qarşınızda baş əyirəm. Məni bura dəvət edən
Elçin müəllim, Aysel xanım, Əhməd bəy, təşəkkür edirəm hər birinizə. Və mən istəyərdim ki, hər daim keçmiş də yada düşsün. Şahid şəhidlər unudulmasın. Bugün baxıram ki, 92-dən 94-də olan döyüşçülərdən son vaxtlar ancaq mən ortadayam. İstəyərəm ki, sayımız çox olsun. Unudulmasınlar. Çox sağ olun, təşəkkür edirəm. Bir daha hər birinizin qarşısında baş əyirəm. Sizlərə də uğurlar arzu edirəm. Hörmətli tədbir iştirakçıları, indi mükafatların təqdimatına keçək. İlk olaraq şəhid ailələrinə deməli Xançınar Futbol Klubunun fəxri fərmanı var və o təqdim olunsun. Şəhid ailələri və qazilərimizə deməli təqdim olunur. Buyurun. Siz. Her birine teşekkür. Hasilden alkışlayan Xançınar Futbol Klubu'nun təqdim ettiği teşekkürnamelerdir. Qazilerimize de təqdim olunur. Evet, tədbirimizin qonaqlarına da fəxri fərmanlar təqdim olunur. Biz daha deməli Xançınar Futbol Klubunun rəhbərliyi adından bu tədbirdə iştirak edən hər kəsə öz təşəkkürümüzü bildiririk. Və indi də icazə verin, şəhid atası Nərman bəyi mən dəvət edeyim və hörmətli Xançınar Futbol Klubunun baş məşqçisi Elçin bəy gəlsin və kubok təqdim olunsun. Özür istəyirəm, əvvəlcə ikinci yeri təqdim edir, ikinci yer içində mükafat deməli ayrılıbdır. Aras Klubunun baş məşqçisi, yaxınlaşın zəhmət olmasa. Analarımız təqdim edəsə, zəhmət olmasa. Hər Sohbet ben burada hürmet bir gazimiz var, onun da bir hediyesi var. O hediye təqdim olunsun. Sonra program olarak yani tədbirimize devam edəcək. Buyurun. Çok sağ olun müəllim, Allah razı olsun. Öz adımdan, ilimizin çox sayılı qazilər adından hər iki komandanı bu oyunda iştirak elədiklərinə görə təbrik edirəm. Onlara gələcəkdə, qarşıda gələcək oyunlarda hər şeysə uğurlar arzulayıram. Ağsaqqalımız dedi, əlbəttə burada hər iki komanda qalibdir. Hər iki komanda. Əsas məsələ odur ki, sizlərin bu çıxışda, bu oyunda göstərdiyiniz oyun şəhidlərimizin adı ilə bağlıdır. Və şəhidlərimizin adı harada çəkilirsə, harada hallanırsa, orada hər kəs iştirakçılar qalibdir. Allah Teala vətənimizi, millətimizi, dövlətimizi qorusun. Allah Teala bu üçlüyü bir yerdə, bir yumruq altında birləşdirən Ali Baş Komandanımız, Müzəffər Komutanımız İlham Əliyev cənablarının sağ olsun ki, bu üç birliyi bir yerdə qurub bizlərə, vətənimizə, dövlətimizə bu qələbəni yaşatdı. Qarabağ Azərbaycandır.
Sizinlə bir hədiyəmiz var. Dinar futbol komandasının məşqçisi Elçin müəllimə. Zəhmət olmasa bir yaxınlaşardınız. Deməli, biz bir ictimai birlik olaraq təqdim edeyim öz ictimai birliyimizdə. Azərbaycan Respublikası Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin Abşeron rayon təşkilatının sədri, Tərk Vətən Müharibəsinin iştirakçısı mən Hacıyev Salih. Bu fəxri fərmanı Elçin müəllimə təqdim etmək üçün bizim idarə heyətimiz qərar verib və belə bir mətndədir. Şəhid və qazi ailələrinə, həmçinin az təminatlı ailələrə daim təmənnasız olaraq göstərdiyi maddi və mənəvi dəstəyə görə təqdim olunur. Xançınlar futbol komandasının baş məşqçisi Elçin Həsənov. Təbrik edirəm. İnşallah sizlərə əmanətsiniz, Allah əmanət olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Və indi şəhid ailələrini dəvət edirəm, xahiş edirəm, gəlin. Deməli, ikinci yerdən komanda medalları təqdim edin. Buyurun. Gənclər də gəlin. Yalçın. Alkışlayalım. Tebrik ederiz. Kim kaldı? Gelsin. Kim kaldı? Çok İki nefer kaldı. Bir nefer de gelsin. Başkasız. İndi də deməli Xançınar Futbol Klubunun oyuncularını dəvət edirik. Medallar. Hörmətli dostlar, çox xahiş edirəm, təşkilatçılar əlavə bir təklif verirlər ki, ilk olaraq Ucar Futbol komandasının deməli ilk oyunda iştirak olub, onların nümayəndələri iştirak edir və onları da dəvət edək. Buyurun. Salam herkese. Çok sağ olun ki bize dəvət edildiniz. Təbrik edirəm Xançınar futbol komandası. Bunlar məndə çox rəqsatçı, çox oyunlarımız olur. Yaxşı yoldaşlara layiq oyun oynayırlar. Hər iki komandaya uğurlar. Çox sağ olun. Çox sağ olun, sizə də uğurlar. İndi hörmətli tədbir iştirakçıları, deməli turnirin qalibi Xançınar Futbol Klubunun futbolçularını dəvət edirik. Medalları təqdim etmək üçün. Buyurun. Gel. Sen de değil mi? Orada dur, birinci sen dur.
alqışlayaq. Təbrik edirik. İndi isə kubokun təqdimatına keçək. Hörmətli Nərman müəllim, buyurun. Siz yaxınlaşın, zəhmət olmasa. Və baş məşqçi Elçin Həsənov, buyurun təqdim edin. Alqışlar. Hörmətli tədbir iştirakçıları, hörmətli tədbir iştirakçıları, bir daha hamıza təşəkkür edirik, qalibləri təbrik edirik və eyni zamanda Hansılar Futbol Klubunun bütün rəhbərləri bu gözəl təşəbbüsə görə və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş bu turniri gözəl təşkil etdiyinə görə təşəkkür edirik. Tanrı bütün şəhidlərimizi ruh şad eləsin. Tanrı Azərbaycanımızı qorusun. Və indi də son olaraq sözü verirəm klubun rəhbəri Müşfiq müəllimə. Buyurun. Çox sağ ol. Yenə də bütün qonaqlara təşəkkür edirəm. Bu tədbirə gəldiniz. Yəni biz Pançınar Futbol Klubu olaraq bu tədbiri mütəmməli olaraq keçirəcək. Bizim məqsədimiz odur ki, bizim Pançınar Futbol Klubu gələcəkdə ikinci və birinci ligalarda təmsil olunsun. Bir daha yenə də deyəm, çox sağ olun. Analar, bacılar, qardaşlarımız, hər birinizə minnətdaram. Biz bu tədbiri keçirəndə heç bir təmənna gülmədən keçiririk. Mən həmişə deyirəm, mənim şəhid analarım, şəhid atalar, şəhid qardaşları, siz başınızı dik tutun. Siz hansısa məclisə gedəndə ikef olmayın, Allah açıq, sinə irəli, həmin məclisdə daxil olun. İstəmirəm sizin üzvünüzdə, könlünüzdə o biraz qəmginlik istəmirəm. Siz vətənə övlad verdiniz, şəhid oldular, qazi oldular bu vətən üçün. Bu vətən onlara minnətdardır. Sağ olun, hər birinizə təşəkkür. Yaşasın Azərbaycan.